Hipno arıqlama proqramımızın növbəti dərsinə xoş gəldiniz. Bu dəfəki mövzumuz idmanla bağlıdır, fiziki hərəkətlə bağlıdır. İdmanla bağlı neqativ inanclarınız nədir? Nəyə görə idman sizə əzab kimi gəlir? Nəyə görə bir sevdiyiniz fiziki hərəkət növünü özünüzə hobbi kimi seçmək istəmirsiniz? Terapiyamız bununla bağlı olacaq. İlk öncə istəyirəm biraz nəzəri tərəfindən danışam. Ümumiyyətlə, artıq çəki vermək üçün insanın idmana ehtiyacı yoxdur. Özünüz də bilirsiniz ki, konslagerə salınan insanlara idman elətdirməyiblər, onları araqlasın. O sadəcə kalori defisitindən, enerji gəlmədiyi üçün, ac qaldıqları üçün araqlayıblar. Yəni, aktiv həyat tərzi sürürsünüzsə və əzələ kütləniz artmasını istəmirsinizsə, o zaman idmana ehtiyac yoxdur. Əgər gün ərzində 10 min, 15 min addım atırsınızsa, hər yerə piyada gedirsiniz, keçmişdəki kimi neçə kilometrlər gedirsinizsə, su toplamağa, gətirməyə, tarlada işləyirsinizsə, inək, toyuq, cücə bunlarla məşğulsunuzsa, əlbəttə ki, fiziki hərəkət idmana ehtiyac yoxdur. İnsan yaşlaşdıqca hər il əzilə kütlə faizi azalır. Yəni, metabolizmdə yavaşlayır, mitoxondrilərdə hər il keçdikcə zəifləmə olur. Ümumiyyətlə, insan yaşlandıqca energetik sistemində zəifləmə olur. Və əzələnin var olması insanın metabolizminin sürətlənməsi deməkdir. Çünki sırf əzələnin qalması üçün, bir yerdə durması üçün, aktin proteinlərin bir yerdə qalması üçün enerji lazımdır. Və bu enerji də əlbəttə ki, yediyiniz qidalardan gedəcək. Məsələn, 1500 kalori sizə minimum lazımdırsa, normal vəziyyətdə qalmağa, əzələ kütləsi 20% çoxaldığı zaman sizə artıq 2000 kalori lazım olur. Amma həmin eyni çəkidə, eyni pi kütləsində qalırsınız. İnsan necə olur ki, əzələni itirir? Gəlin onu deyim. Bu təbii prosesdir. Yaşartdıqca, hər yaş artdıqca təxmini 1 kiloqram əzələ kütləsi itiririk. Ümumiyyətlə, hər insanın kilosuna uyğun 1 qram proteinə günlük rasionunda ehtiyac var. Məsələn, 75 kilo çəkiniz varsa, idmanla məşğul olmursunuzsa, azı gündə 75 qram protein qəbul etməlisiniz. Və yaxud da 60 kilosunuzsa, o zaman 60 qram protein qəbul etməlisiniz. Əgər siz idman edirsinizsə, o zaman 60 vur 1,5, 90 qram, 120 qram gərək protein qəbul edəsiniz ki, sarkopeni olmasın, əzəllərin əriməsi olmasın. Ona görə də diyetoloqlar, nutrisioloqlar, monoton diyetləri icazə vermirlər. Qarpız diyeti, banan diyeti, kabak diyeti, bilmirəm, belə qidalarda bilirsiniz ki, protein zülal olmur. Bəs əzələ əriməsi, sarkopeninin simptomları nədir? Məsələn, nərdivan çıxarkən dizlərinizdə ağrıların olması, yerinizdən qalxanda hiss edirsiniz ki, yerə oturdunuz, amma qalxa bilmirsiniz. Başlayır osteoporoz, artroz simptomları özünü göstərməyə. Bunların hamısı əzələ əriməsi nəticəsində olur. Ümumiyyətlə, idman deyəndə nə nəzərdə tutulur? Gəlin ondan danışaq. Fiziki hərəkət. Yəni, burada özünüz də bilirsiniz ki, keçmişdə insanlarda, bizim nənələrimizdə, məsələn, fitness sallar falan yox idi, amma onların fiziki gücü bizdən daha çox idi, əzəlləri də daha çox idi. Çünki çalışırdılar, işləyirdilər. İndiki kimi texnologiya yox idi. Texnologiyanın inkişafı ilə bilirsiniz ki, hərəkət etmədə azalıb. Artıq robot tosturanlar var, paltar yuyanlar var və insan liftdən istifadə edir, nərdivandan çıxmır, pilləkəndən çıxmır və demək olar ki, hərəkəti sıfıra qədər minimallaşdırıb. İdman olaraq əlbəttə ki, fitnessə gedə bilərsiniz. Amma artıq çəkini vermək üçün fitnessə ehtiyac yoxdur. Çünki insanlar var ki, 2 il, 3 il fitness sala gedir, çəkisi 1 kiloqram belə getmir. Bunu şəxsi öz təcrübəmdə də yaşamışam. Getmədiyim idman növləri yox idi, amma məndə çəki getmirdi. Çünki mən o idmanla özümü cəzalandırırdım. Yəni, çox yerdim, sabahsı gün 1 saat daha artıq idman edirdim. Bu da mənə özünü cəza vermə proqramını aktiv edirdi. Əlbəttə ki, özünə cəza vermə də şüuraltı tərəfindən təhlükə olaraq qəbul edilir. İnsan da təhlükə zamanı çəki vermir. Bunlar haqqında birazdan danışacağım. Əlavə olaraq ki, insan nə zaman çəki vermir simptom olaraq ayrıca bir video hazırlayacağım. Artıq çəkinin psixosomatik səbəbləri. Bəs arıqladığımız zaman heç mi idmanla məşğul olmaq deyə soruşa bilərsiniz? Əlbəttə ki, sportla, idmanla məşğul ola bilərsiniz. Lakin idman yalnız o zaman nəticə verir ki, siz bu hərəkətləri etməkdən zövq alırsınız. Yəni, bu sizə zövq verir, həzz verir. Məsələn,
Zumbaya gedirsiniz. Orada tanış olduğunuz xoş xanımlar olur və yaxud da rəqsə yazılırsınız. Orada siz zövq alırsınız. Bəli, o idman növündən siz mütləq nəticə alacaqsınız. Sadəcə çalışmalısınız ki, özünüzə məcbur etməyəsiniz ki, mən etməliyəm, bunu məcburam. Çünki məcbur olduğunuz bir şey heç bir zaman sizə həzz verə bilməz. Ümumiyyətlə, heç bir şeyə məcbur deyilsiniz. Biz artıq 5D reallığına keçirik, Qurban bilincindən çıxırıq. Burada insan heç bir şeyə borclu deyil, heç bir şey etməli deyil, heç bir şeydə məcbur deyil. Bu dəfəki terapiyamız fiziki hərəkətə, idmana, sporta, fərqi yoxdur, rəqsə, pilatesə, üzgüçülüyə, velosiped sürməyə, ümumiyyətlə fiziki hərəkətə münasibətinizi dəyişməklə bağlı olacaq. Yəni, bunu etməklə həyat tərzinizi də dəyişdirəcəksiniz və sağlam, fit bədənə qovuşmanız daha da asanlaşacaq. Fiziki hərəkət adi bir yürüyüş də ola bilər ki, insan bədəni üçün ən təbii idman növü yürüyüşdür, piyada gəzməkdir. O qədər insanlar var, özünüz də bilirsiniz ki, 20 kilo, 30 kilo, 40 kilo sırf yürüyüşlə, piyada gəzməklə o çəkini verə biliblər. Bəs yaxşı, insan nəyə görə hərəkət etmək istəmir? Nəyə görə istəmir piyada getsin? Nəyə görə istəmir hansısa idman növünə yazılsın, rəqs etsin, üzgüçülüyə getsin, velosiped sürsün? Bunların hamısının arxasında, şuur altında səbəblər var. Birincisi, bu ola bilər ki, pis bir təcrübə yaşamışsınız keçmişdə, 0-7 yaş arası və yaxud da uşaqlıq dövründə, gənclik dövründə. Məsəl üçün, bu ola bilər, uşaq vaxtı idman dərsində nəsə olub, ora bir duyğu yükləmişsiniz negativ və bu sizin qarşınıza alır idmanı sevməyə, idmana zövq almağa. İkincisi, bu ola bilər ki, siz əzab çəkmə, dözmə rejimindəsiniz və özünüzə uyğun olan fiziki hərəkət növünü seçə bilmirsiniz. Məsələn, rəqs, üzgüçülük, yürüyüş seçməkdənsə gedirsiniz fitness sala, başlayırsınız ağırlıqlar qaldırmağa, elə düşünürsünüz ki, mən dözməliyəm, bunu etməliyəm. Çünki şuur altınızda artıq bu əzab çəkmə proqramı aktivdir və yəni düşünürsünüz ki, hər kəs əzab çəkir, idman zalına gedir, hər kəs əzab çəkir, daxili nizam-intizamdan istifadə edir və elə arıqlayır. Halbuki elə deyil, insanlar var ki, sırf zövq alırlar, ləzzət alırlar fitness sala getməyə, ona görə də gedirlər və onlarda da həqiqətən də nəticə olur. Üçüncü də inanclar olur. İdmanla bağlı inanclar olur. Məsələn, kimsə sizə məsləhət verib ki, gündə 15.000 addım atmalısan, əgər edə bilməsən, arıqlaya bilmərsən. Yəni, bu biliyi sizə yeridiblər, proqramlayıblar ki, sən bunu etməlisən və siz də bunu, bu inancı öz beyninizə yükləmisiniz. Bu inanca qarşı da bir növ sizin bədəniniz, şuuraltınız bir sabotaj edir, direnç göstərir, etmək istəmir. Ona görə də bu inancı dəyişdirməsəniz, bədəninizi dinləyə bilməyəcəksiniz. Ümumiyyətlə, sizə hər zaman demişəm, daxilinizdəki səsi dinləsəniz, nə istədiyinizi bilə bilərsiniz. Ki, insanın ən gözəl bədənində indikator, insanın ən gözəl rəhbərliyi öz bədənidir. Bədəninə fikir verməlidir. Əgər bir şey edirsinizsə, oranız buranız ağrıyırsa, deməli bu sizin deyil. Elə bir fiziki hərəkət növü seçməlisiniz ki, o sizə uyğun gəlsin, sizə uyğun olsun və ən önəmlisi, o sizə həzz versin. Məsələn, yarım saat velosiped sürdünüz, bundan həzz aldınız. Bu sizi əlbəttə ki, arıqladacaq da, sağlam da edəcək, ruh yüksəkliyi də verəcək, artıq piylərdən də qurtulmağa yardım edəcək. Əlbəttə ki, bütün bunları danışaraq dəyişmək mümkün deyil. Nə bu inancları, nə əzab çəkmə proqramı, nə özünü cəzalandırma proqramı, nə keçmişdə idmanla bağlı travmanı söhbət edərək psixoloqla, psixoanalitiklə dəyişmək mümkün deyil. Bunu siz bilirsiniz. Bunların hamısını dəyişmək üçün mütləq şuuraltı terapiya lazımdır. Dərindən şuuraltı səviyyədə bunların hamısını çözmək lazımdır. Onsuz da bunları çözüldükdə oradakı neyron əlaqələri pozulur və yeni neyronlar əmələ gəlir və siz artıq içəridə bədəninizdə o bloklar olmadığı üçün, negativ idmanla bağlı, hərəkətlə bağlı, fiziki hərəkətlə bağlı bloklar olmadığı üçün daha rahat özünüzü hiss edəcəksiniz və idmanı həqiqətən də sevəcəksiniz.